Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Yanvarın 26-sı həftənin bazar ertəsi günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Dünyada çox qorxulu bir virus yayılıb. Nipah virusu o belə adlanır, amma Azərbaycanda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb. Bu barədə demək Səhiyyə Nazirliyinə məlumat verilib, bildirilib ki, Azərbaycan üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil. Daxili yayılma riski aşağı qiymətləndirir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır. Səhiyyə Nazirliyinin açıqlamasında o da deyilir ki, yayılma riski əsasən heyvandan insana keçən xüsusi təhlükəli yoluxucu xəstəlik törədicisidir bu Nipah virusu. İnsanlara əsasən yarasalar tərəfindən çirkləndirilmiş meyvə və meyvə şirələrinin qəbulu, yoluxmuş heyvanlarla, xüsusilə də donuzlarla təmas, eləcə də nadir hallarda xəstə insandan hava damcı yolu ilə keçə bilər deyə demək Nazirliyin açıqlamasında bildirilir. O da qeyd olunur ki, Azərbaycanda epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər. Virusun insandan insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı da minimaldır. Demək Səhiyyə Nazirliyi eyni zamanda Səhiyyə Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının digər beynəlxalq qurumların məlumatlarının mütəmadi olaraq izləndiyini də deyir. Hazırki mərhələdə əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Ümumi sanitariya gigiyenik qaydalara riayət edilməsi kifayətdir. Endemik ərazilərdən qayıdan şəxslərin öz sağlamlıqlarını müşahidə etməsi və hər hansı şübhəli simptomlar yaranarsa vaxtında həkimə müraciət etməsi tövsiyə olunur. Hazırda xəstəlik epidemioloji baxımdan nəzarət altındadır və təşviş üçün əsas yoxdur deyə Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunur.